Nəsə onun qoxusu gələndə mən şübhələndim. Amma həvəsini qırmaq istəmədim. Deyəsən biraz yandırmış. Evet, Amma məncə əla deyil, vallahi heç nəyə də yandırıb eləməmişik. Onu gəl biraz suda saxlayaq. Üstündə yazmış deyə. Tökəyə. Yaxşı yorğunsan, çox yorğun. Allah teşekkür. Getsin. Tökəyə getsin, məncə hə. Siz nə Bir deyirsiniz? dakika gel tökecek. Gələn səfər hansı yeməyi bişirsin sizcə? Heç inanmıram. Pişirsin amma. Şişesi yok. Aha. Kim bişirəcək bəs? Bu kendisi pişirmiyor. Like. Oy da deyir, izləyici baxmasa, like gəlməsə deyir, mən bişirən deyiləm. Ice tea. Ay. Biskolata. Necə həvəslidir bu işə. Mən bilirdim sizin sözdə bir qurmanlıq hissi var. Səsi eşidirsiniz. Biraz da yaxınlaşım. Söyle. Başladı mı öyle? Yaşlıdır. Biraz düşüşesi. Məncə yaxşıdır, məncə Evet. yaxşıdır. Bunu Abuzər bəy sunuma hazırlamalıyıq. Evet. Gözləyin, hələ orada bölmək olmaz. Hı? Şeyə qoyacağıq da bir qəşəng. Adı Allah içinden gelmek. Aha, hisslərini ifadə edə bilmir. İçinden demek istedim şu gel özüne de ben seçmem. Gördünüz necə təmizkar oğlandı. Amma təmizkardır. Məncə onu siz əlinizlə götürməyə bacara bilərsiniz. Yəni Aha. Allah, möhtəşəm. Valla səmimiyəm, valla səmimiyəm. Bəlkə onu çıxartmayaq. Elə bir ki, bişməyib. Yoxsa bişməyib. Nəysə, çevirin o tərəfini görməsinlər. Bu şezekler. Oo, möhtəşəm. Mən bu qədər gözləmirdim. Yo, ona kəsmə. Sona da. Sizin Sağ olasın. əlinizdə bir dənə göstərin. Başlıq. Şəkil olaraq qoyacağam. Gözlə. Çox da yaraşdınız mətbəxə. İnşallah ki, like'lar davamlı gələr də siz də yeməkləri daha çox bişirərsiniz bizlər üçün. Neysə, uzatmayaq. Qorxuram. Biz masamıza gəldik, əyləşdik. Buyurun Abuzər bəy, fikirlərinizi alaq, zəhmət olmasın. Şu an özüm şimdiden özüm. Yaxşı oldu. Təbii ki, necə olsa da deyəcək əladır. Bir tərəf xırt oldu, bir tərəf yumuşaq oldu. Nəsə tutamadım amma. Aha. Yeyək baxaq şəhərdə. Əsas göz haqqımızda alır ya. Birinin var, birinin yoxdur. Bismillah. Həqiqətən səmimi fikirləri alaq, zəhmət olmasa. Çünki izləyicilər səmimiyyət axtarır. Şərbəti, bişmə dərəcəsi, içliyində nə var, necə dad gəlir sizə? Oo, Ama bu bir de pendir yiyinə. Pendir yiyinə deyəsən sizin. səhv etmirəmsə, bəli. Aynen, Mən vallahi. də heç yeməmişəm, yalan deyərəm, yəni bir fikrim yoxdur. Bunun şığlardan dəş. Belə yaxşı, dağ yaxşı. Başım ağrısı Allah. Belə yaxşı. Sağa yerə qoydun. Aha, ləzzəti necədir? Yeyir, amma hələ ləzzəti elə şey yoxdur. Yaxşı bir şey, həqiqətən yaxşı. Yeyəndə də nəsə bir... Şərbəti azdır. Yox. Yediyiz adam elə bir tuz istəyir, tuz qatı içinə yeyə, bayra bir
şey var. Pendirdən bəşdə pendir ola bilər. Şir Aa, pendir. maraqlıdır. Amma həqiqətən də yəni alıb yeyənlər yoxlaya bilər. İşte mən qıraqdan yedim də bilim. 5000 euro ola bilər. Ya Ama ola bilsin kızarıq ki, da. belə bir şey var ki, biz də düzgün bişirmə qaydasına əməl 200 eləməliyik. dərəcədə Hardasın? qızarıq. 240-dır. Əsli 200 240-dır, amma biz 200 də qoyduq. Və 250 deyir. Amma çox qızaracaqdı. Məncə yaxşıdır. Sadəcə ola bilərdi. İndi sobadan sobaya da fərq var. Orta hissəsi. Biz iki tərəfli bişirdik. O da ola bilər. O da ola bilər. Yəni burada hər faktor önəmlidir. Əslində yeməyin özünə təsir edir həqiqətən də. Bişmə dərəcələri, bişmədən asılıdır hər şey. Yəni ola bilər ki, məsələn, siz onu aldınız, həqiqətən də onun içliyini doğru düzgün şəkildə yerinə yetirdiniz. Məsələn, biz şərbətini demək olar ki, öz başımıza, yəni paketi açdıq, tökdük də içinə künəfənin. Amma orada başqa cür yazırdı. Siz ona əməl eləsəz, həqiqətən də bəlkə dadında dadında fərqlilik, dəyişiklik olacaqdı. Elə deyilmi?